Ramazanda mühüm məsələlərdən biri də nədir? Sahur eləməkdir. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, təsəhhəru fə innə fi suhuri bərəkə. Sahur eləyin, çünki sahurda bərəkət var. İbn Həcər rahimehullah buyurur ki, müxtəlif yönlərlə bu sahurda bərəkət gəlir. Nədir o bərəkət? Sünnəyə müvafiq olmağın, sünnəyə tabi olmağın. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, neynə? Sahur elə, sünnədir deyib eləyirsən, Allah Resulü deyib sallallahu aleyhi ve sellem, sahur eləyim. Nə var? İttiba eləyirsən Peyğəmbərə sallallahu aleyhi ve sellem, yolunla gez. Bərəkət umursan ondan, oradan bərəkət var. Kitab əhlinə müxalif olursan, bu sahur məsələsində. Təqva, ibadətdə təqvalı olmaq və həmçinin bu sənə zikrə və duaya səbəb olur. Sahura qalxırsan, nə hansı zamandır sahur zamanı? Gecənin axırı, son 1/3, duaların qəbul olunan vaxtı. İstərsən sahura qalxanda zikr eləyirsən, nəsə bir dua eləyirsən, Allahdan nəsə istəyirsən. Elə deyil? Və bil əshəri hum yestəğfirun. Allah Teala buyurur ki, sahur səhər vaxtı. Səhər bizdə Azərbaycanda səhər nə vaxtdır? Səhər vaxtına sabah vaxtı deyirlər. Amma ərəbcə səhər sübhdən qabaqki olan vaxtı. Gecənin axırı var ha. Ona səhər deyirlər. Allah Teala da Quran-Kərimdə buyurur ki, və bil əshəri yestəğfirun. Səhər vaxtı, yəni həmin o vaxtda istiğfar eləyərlər. Cənnət əhlini vəsf edir Allah Teala. Və həmçinin Zeyd ibn Səbit radiyallahu anhu deyir ki, təsəhhərnə mə'ən nəbiyyi sallallahu aleyhi ve sellem. Yəni Nəbi, Peyğəmbərlə sallallahu aleyhi ve sellem birlikdə sahur elədik. Burada işarə var. Nəyə işarə var? Sahuru cəmaatla etməyin bir növ, buna işarə var. Peyğəmbərlə birlikdə sahur elədik.